Və bunlar başlayırlar insanları öz tərəflərinə çəkməyə. Tanrı onlara cənnət vəd eləyir, şeytan onlara öz cənnətini vəd eləyir. Məsələn, cəhənnəm kimi bizim düşündüyümüz yer əslində şeytanın cənnəti ola bilər və insanlar öləndən sonra, öldükdən sonra Allahın yolunu tutanlar Allahın cənnətinə, şeytanın yolunu tutanlarsa şeytanın cənnətinə gedə bilər. Tanrının cənnəti düşündüyümüz yer biraz şablon və minimal funksiyalı cənnətdir. Orada yalnız yemək, içmək, sərin hava, meh, şərab, belə şeylər. Şeytan isə daha demokrat və daha azad düşüncəli olduğuna görə mənə elə gəlir ki, şeytanın cənnəti adlandırdığımız cəhənnəmdə daha başqa şeylər olacaq. Məsələn, internet ola bilər ki, olsun və yaxud da ki, şeytana xas olan məsələlər var, hansı ki, bu dəqiqə şeytani şeylər deyirik. Tanrının əslində